Reyslər üzərinə uzanmış adam romanını oxudum. Göz yaşları içində bitirdim romanı. Hərdən deyirdim, yazıcı çox qəddardır. Məsumənin ölümü məni çox təsirləndirdi. Yəni Adriannanın başına gələnlər Xocalıda Dürdanənin başına gələnlərlə demək olar ki, bərabərdir. Sadəcə Adriana düşməndən 2 övlad dünyaya gətirib. Bu da qadın üçün çox bir faciəli bir şeydir. Əsirlikdə qadınlarımız, yəni Xocalıda qadınlarımız hansı məşəqqətləri görüblərsə, yəni mən onun bax indi də kitabı vərəqlədim. Orada ana öz övladını öldürmək istəyir, onu boğmaq istəyir. Yəni o Məsumənin dəmir yolu stansiyasında donub soyuqdan qalmağı, Adriana öz boyunbağısını onun boynuna taxır. Yəni mən hisslərimi bax görürsüz indi həyəcanlanmışam, ifadə edə bilmirəm, amma hər zaman deyirəm ki, Əmin Adrianaya sahib çıxdı. Yəni nə yaxşı ki, Dürdanəyə də sahib çıxan bir kişi tapıldı. Dürdanəyə sahib çıxdı, onun başına gələnlərə baxmayaraq. Mən istərdim ki, kişilərimiz Əmin kimi olsunlar. Xocalı faciəsində dəhşətlər görmüş qadınlarımız, Qarabağ müharibəsində dəhşətlər görmüş qadın, qız gəlinlərimiz sahibsiz qaldılar. Mən neçəsinin şahidi olmuşam. Onlara yiyə duran olmadı. Yəni mentalitet, o müəyyən bir belə tabular var da, yəni bu əsirlikdə olub. Amma nə yaxşı ki, mən Dürdanə xanım, Allah rəhmətlə ona qani-qani, Dürdanə xanımın yoldaşına mən fikirləşirəm bir heykəl qoymaq lazımdır ki, o Xocalıda başına 1000 bir oyun gətirilən bir qadına sahib çıxdı. Necə ki, Əmin Adrianaya sahib çıxdı. Yəni mən ona görə sizə dərindən təşəkkür edirəm. Var olun, 100 yaşayın, yaradın, biz də sevə-sevə sizin əsərlərinizi oxuyaq. Təşəkkür edirəm. Minnətdaram, çox sağ olun. Bəzən yazıçı qəddar kimi görsənir. Çünki reallıqla üzləşmək istəmirik və reallıq bizi doğrudan da incidir və bizlər meyilliyik ki, həqiqətdən qaçaq. Çünki o reallıq məni o qədər yandıracaq ki, mən razıyam ömrümün sonuna qədər o reallıqla üzləşməyim. Reallıqla əslində üzləşmək lazımdır. Həyata davam etmək üçün, öz həyatımızı düzgün qurmaq üçün, cəmiyyətimizi düzgün qurmaq üçün bəzən mentalitetin acı həqiqəti ilə də üzləşmək lazımdır. Bəzən ailə problemlərimizin kökü nədir, onu ilə üzləşmək lazımdır. Bəzən hansısa fərdlərimizin, bu kişilərimiz ola bilər, bu kimlərsə ola bilər, onların problemi nədir, səhvləri nədir, öz səhvim nədir, onunla üzləşmək lazımdır.